Bax, bugün, elə deyək də, valideynləri dəvət eləmək üçün, Sovet vaxtında yaşamış valideynləri dəvət üçün sadəcə ayət hədis oxumaq kifayət deyil. Ayət hədisi onlara başa salmağın yolunu bilmək də əsas məsələ. Məsələn, bugün bir insan elə başdan, belə deyək də, sən busan ideyasına yaxınlaşsa, güya ata-ana ayəti eşidəndən sonra la ilahe illallah deyəcək. Bugün əsas nəyi düşüngünən sən? Şirkdə və küfürdə olan valideynləri necə çıxartmaq lazımdır şirkdən və küfürdən? Hökm verməzdən qabaq. Necə çıxartmaq lazım? Bunun metodunu öyrənin. Məsələn, övladlar var ki, namaz qılır. Elə o övladlardır valideynin şirkə küfrə düşməsinə səbəb. Məsələn, sərtdir, zülm eləyir, gözəl davranmır və belə övladdan nifrət edir. Hətta Quranı xətm eləsə bildir, sənin danışdığın mənə lazım deyil. Biz sahədə bu şeyləri görmüşük. O lazımdır ki, bir övlad, belə deyək də, İslama girdikdən sonra valideynlərini küçümsəməsin, o bildiyini valideynləri bilmir deyə. Nə olsun, Allah sənə göstərib bunu, hikmətli ol, onları da çağır. Biz nə qədər oxumuş olsaq da, mən öz adımdan danışıram. Nə qədər oxumuş olsaq da, təsirimiz olsa da, valideynlərimizin qabağında biz uşaq. Uşaq. Hətta ki, mən ağıl öyrədirsən sən. Bunu bilməmiz lazımdır. Ona görə, yəni belə deyək də, başqa adama yanaşan kimi yanaşmaq düzgün deyil valideynlərə. Uşaq olan küfürlərinə bir səbəb olur da belə. Ola bilər. Ki, hətta mən da bu deyən kimi döyür axı. Ki, lazım durmaqla, hamısı elə döyür axı. Yəni, bir nəfəri götürüb bir dənə söz deyincə, hamısına elə hökm verib getmir axı belə şey. Bu bir nəfər belələr var. Məsələn, mən dəvətdə təcrübədən bir şey görmüşəm. Bir qardaş atasına hökm vermək istəyir. Axtarır, bir variant axtarır, hökm vermək istəyir. Mən ona danışıram, eşidir, evdə dərsləri qoşuram, şey qoşuram və s. kimi zat. Dedim, yaxşı edirsən, gözəl iş görürsən, amma necə? Maqtifon qoşur, ata gəl, qulağın haqq eşitsin, gəl, qarsan, gəl. Gəlib ona qulaq asar. Bu gəlməz onun yanına, onu dinləməz. Məsələ ki, o kişi ilə mən özüm gedib görüşdüm. Mənə deyir ki, mən bu uşaqdan heç nəyi götürmürəm. Bu uşaqdan mən heç nə götürmürəm. Deyir, sizin dininizdə var ki, övlad ataya əl qaldırsın. Sizin dininizdə var ki, övlad atanın üstə su töksün. Belə su töksün üstünə. Deyir, mənə nəyimi lazımdır? Belə variantlarda, qardaşım, sən deməklə mən evdə dərs qoşuram, bu adam eşitir, qəbul eləmir. Bu adamın yanında sən elə iş görürsən ki, o adamın haqqı öyrənməsinə mane sənsən. Yəni, hikmət lazımdır, qısacası, qardaşlar. Hikmət lazımdır. Biz nə müşriki, kafiri müsəlman etmək məcburiyyətində deyilik, nə də İslamı sabit olan adamı səbəbsiz və şərtsiz yerə İslamdan çıxartmağa haqqımız yoxdur. Bu çox önəmlidir bu qayda. Tələsməyin bu şeylərdə. Tələsməyin bu şeylərdə. Yaxşı aqibət aparmır belə şeylər adamı. İxlasla.com saytı tərəfindən təqdim olundu.